Salam, bugün sizə saytlarda və şirkətdə subdomainlər tapmağı göstərəcəm. Subdomain nədir? Subdomain əsas domainin altında yaradılan əlavə adresdir. Məsələn, example.com bir domaindir də. Onun altında yaradılan subdomainlər olur. Məsələn, blog.example.com, shop.example.com hamısı onunla bağlı olur. Onları aşkar eləməyə gələcəm. Onları aşkar edib nə etmək olar? Bug bounty eləmək olar. Bug bounty nədir? Boşluq axtarmaq olar. Yəni, skop daxilində subdomainlər bilmək xətaları və zəifləri tapmağa imkan yaradır. Məsələn, bug bounty'də ki, mükafat qazanmaq olar bunun sayəsində. Yəni, başlayaq. Deməlim. Əvvəlcə terminalımızı açırıq. Deməlim. Bütün əmrləri burada yazmışam. Sudo deyirik. Yəni root səviyyəsinə keçirik. apt install recon-ng apt install recon-ng yazılır. Məndə üçlü halda olacaq. Yəqin ki, sadəcə göstərəcəm. Yüklüydü onsuz. Recon-ng deyirik, başladırıq. Recon-ng. Deməli, burada əvvəlcə içində yükləmə olduğumuz bəzi şeylər var. Məsələn, marketplace, install all deyəcək, yükləyəcək. Sonra bunu yazırıq, modul search brute. Bu bizə lazım olacaq. Aşağıdakı host. Ona görə əvvəlcədən o yazırıq ki, sonra bir də təsdiqləri yazmayıq. Məzuniyyətində qalmayaq. Bura kopyalamışam deyə buradan götürüb yapışdırmışam. Yəni burada da götürüb belə yapışdıra bilərdiniz. Belə eləyəndə yuxarı gəlsin deyə deyirəm. Sonra workspace create yazırıq. Ad qoyursunuz, hər hansı istədiyiniz, məsələn, nə qoyaq? Yaratdıq, Cristiano. Daha sonra workspace list. Basic domain. List yoksa list. Burada mən şu anda yarattığım workplace'ler var. Workspace, sonra double insert domains deyirik. Domain bura, deməli, tapmaq istədiyin subdomain hansı saytı yazıram. Məsəl üçün, mən key.in yazıram. Mənə saytı bu. Yəni, bunu subdomainlə axtaracam. Yəni, göstərim də sayt sizə. Belə bir yeni mənim saytıdır. Mən bunu subdomainlə axtaracam, görək tapmaq olacaq.
Bu axtarmamışam heç. Q.im deyirik. Sonra 16'dan anlatacağız. Sonra bir dənə not qoyursunuz onun haqqında. Yəni sonra lazım olacaq. Məsələn, Becanonci Cristiano, sonra Murulot, Slow Recon. Ve Rana yazıp başladı. Shop host yazırsak ve taptığımız domainleri görmək için axtarır hal-hazırda subdomainləri. Bu biraz çəkebilir ama dayandırmayacağım videonu tam görəsiniz. Mantıklı bir güç. Bitirelim. Bitti. 8 tane tapıp. Bu kadar uzun gelip 8 tane tapıp zaten ne diyeyim. Shop host'uz diye sizde taptığı domainler buradadır. Subdomainler daha doğrusu core.key.im, yani bu key.im saytının alt hissəsində ona bağlı olan subdomainlərdir. Bu domainlərlə axtararaq məsələn boşluqlar tapmaq olar, zəifliklər tapmaq olar. Yəni belə, bu belə.